İslam dinində ehsan vermək anlayışı olsa da, yas zamanı insan vəfat edərkən ehsan vermək əmri, göstərişi, tövsiyəsi yoxdur. Bu sonradan formalaşmış bir ənənədir. Biz İslamın yarandığı dövrlərə nəzər yetirsək, həmin dövrdə nə Həzrət Peyğəmbərin, nə onun yaxınlarının yas mərasimində, dəfn mərasimində belə bir məsələlər olmayıb. Yəni bu tam sonralar formalaşıb, xurafat, mövhumatın dinə qarışması nəticəsində bu məsələlər meydana gəlibdir. Şübhəsiz ki, getdikcə də daha da əndazədən çıxaraq bir təmtəraq, dəbdəbə, göstəriş, şan-şöhrət, bəhsə girmək yarışına çevrilibdir. Bu da təbii ki, dinin və Qurani-Kərimin əsaslarının əleyhinə olan bir məsələdir. Çünki Quranda əvvəla yas mərasimi və bu mərasimdə ehsan verilməsi göstərişi yoxdur.